miskəri ilə məşğulam. Miskəri sənəti bizim ata-baba sənətimizdir. Əslən Allah'ızıq, biz gəlmişik burada Masallı rayonunun Boyacaq qəsəbəsində yaşayırıq. Çünki burada misə çox qədir qiymət verilir vaxtı. Atam rəhmət etsin gəlib burada məskunlaşmışıq. Düzdür, qaba misə maraq çoxudur, həddindən artıq. O vaxtlar bütün qızlar köçəndə miskallar mütləq olmalıydı. Tək bir qazan yox, hər cür qazan, teşt, mecmək, kəpki, aktovalaynos. Sonralar bu dərddən düşdü, onların yerini bu İrandan gələn çıxallar qatlar aldı. Amma şükür Allah ki, yenə bu son 2-3 ildə biraz qayıdış var, misə maraq artıb. Yəni biraz anlayış olanlar misdən, mis qablardan istifadə edirlər. Həm yemək bişirmək üçün, həm onun simovarında çay qoymaq üçün belə istifadə olunur. İndi bu son vaxtlar bizim hazırladığımız işlərdən, məsəl üçün belə misdən simovar düzəldirəm. Dəstdir bu. Həm maşası misdəndir, alır, dükkəşi, çaynıqı, sinisi, hamısı misdəndir bu, əl işidir. Sonra balaca ilə qazanlar, həm meyvə qabı kimi qapağı, həm də ki, içində plov bişirəndə yaxşı dəm alsın deyə qapaqla istifadə olunur. Sonra balaca suvenirlər düzəltirəm, hava xidmətində satırlar işlərəm. Hava limanında içəri şəhərdə balaca turistlərin alıb aparmaq üçün. Belə indi hansı şəhərin, hansısa bir təşkilatın emblemi varsa, onları da döyüb düzəltirik. Son zamanlar biraz sənətkarlara da maraq artıb, əl işlərimə. Rayonlara da çağırırlar, o cümlədən də Masallı, Lənkəran, Bakı şəhərinə də tez-tez sərgilə oranda çağırırlar, dəvət edirlər. Düzdür, bu sənətə indi biraz şagirdlərin gəlib qalmağı üçün bu sənət biraz səbr tələb edir, biraz diqqət tələb edir. Çünki göz nuru, əl əməyi burada deyiblər. İndi biraz gənclərdən az olur, amma olanda olur da, yəni var hər halda kimsə öyrənmək istəyir ki, bu sənət itib batmasın. Bu sənəti, miskəri sənətini indi bugünə kimi biz yaşadmışıq, amma çox istəyərdik ki, bunun davamçıları olsun, çox ürəkdən istəyir ki, bu davam eləsin bu sənət, hayıf itib batmasın, miskəri sənəti.